Xırdalan şəhəri Avpark yaşayış kompleksində qanunsuz, nizamsız tikintilərin əlindən hərəkət etməyə yer qalmayıb. Problem barədə danışan sakinlər bildirir ki, onsuz da Xırdalanda hər tərəf qanunsuz zəbt edilərək obyekt tikilir. Bu hal indi də sözgedən kompleksin həyətində vüsət alıb. Ümumişlək səkilərdə, binaların arasındakı boşluqlarda bir gecədə dəmir konstruksiyalı obyektlər inşa edilir. Sakinlər bildirir ki, bayram günlərindəki sakitlikdən istifadə edən obyekt sahibləri işlərini gecə ilə görürlər. Səhər durub görürük ki, səkinin düz ortasında yeni obyekt tikilib. Kim tikir, nə vaxt tikir, nə görən var, nə bilən. İki adam yanaşı hərəkət edə bilmir artıq. Hər gün artır belə qanunsuz tikintilər. Buna bir nəzarət edən olmayacaq. Bu qədər də özbaşınalıq, qanunsuzluq olmaz axı. Kim harda nə gəldi tikir, nə kompleks rəhbəri, nə də ki, aidiyyatı qurumlar maraqlanmır. Çünki hamısı haqqını alıb oturublar. Sakinlər aidiyyatı qurumlardan Avpark rəhbərliyinin bu kimi hallara qarşı tədbir görməsini tələb edirlər deyə Tribuna Infoda yayımlanan məlumatda qeyd olunur.